Bu videoda printerler hakkında danışacağıq. Printerler alınıb kompüterə qoşulanda adətən aşağı sağ küncdə həmin printerin, yəni yeni bir qurğunun kompüterə qoşulması ilə bağlı bildiriş görünəcək. Lakin bu o demək deyildir ki, printer kompüterə qoşulan kimi dərhal çap etmək mümkün olacaq. İlk olaraq onun driveri kompüterə yazılmalıdır və kompüter ki onu tanısın. Yəni printer alınanda adətən driver diskdə olur və alan şəxsə təqdim olunur. Bu disk yoxdursa və ya hansı bir səbəbdən itibsə əgər, bunu yenidən kompüterə yazmaqdan ötürü biz internetə həmin printerin adını yazıb axtarışa vermək lazımdır. Bizim nümunədə HP LaserJet M1132-dir və biz onun adını yazırıq və axtarışa veririk. Ekrana gələn ilk səhifəni açırıq. Və beləliklə yüklə əmrini seçirik. Download. Bax, yuxarıdan sağ tərəf küncdən gördünüz ki, artıq driveri yüklənir. Kompüter yüklənəcək, biz sonra kompüteri açırıq. Burada həmin qurğunun driverini seçdik. Yüklənənlər qovluğundan seçirik. Və onun üzrə bir də bunu run əmrini vurmaqla biz həmin printeri artıq kompüterə yükləmiş oluruq. Yəni bundan sonra əgər Word proqramını açsaq, Ctrl-P, yəni print əmrini versək fayl menüsündən, görürsünüz artıq printer burada öz adını görərik və həmin printerə biz artıq çap verə bilirik. Bundan əlavə printerdə hansı problem ola bilər ki, printerdə kağız ilişib qala bilər və o kağızı səliqə ilə çıxarmaq lazımdır. Kağızı printerdən çıxarması ilk növbədə kartrici çıxartmaq lazımdır. Açırıq qapağını. Kartrici çıxardırıq. Kağızı səliqə ilə içərdən çıxardırıq. Və bundan sonra kartrici yenidən səliqə ilə olduğu kimi printerə daxil edirik. Normalda printer qaldığı səhifədə çap etməlidir. Əgər çap etməsə və bizdə yenidə dəfələrlə çap versək, printer çap eləməyəcək. Çünki printer verilən əvvəlki tapşırıq çap olunmadığından verilən sonraki tapşırıqlar gözləmədə qalacaq. Ona görə də ya alətlər panelinə girib printeri seçib, ya da axtarış panelində printeri yazıb açmaq lazımdır. Ekrana gələn pəncərədə printerimizin adını seçib açandan sonra orada olan tapşırıqların hamısını silmək lazımdır. Bundan sonra məsləhətdir ki, printer söndürülsün və ondan sonra dərhal normal çap edəcək.